olmayan maddələrdən uşaqlar üçün istifadə etməliyik. Sonra kliasografiya texnikası var idi. Kliasografiya nə idi bəs? Müəllimə, kliasografiya texnikası bu əsasən elə bil ki, damcı boyanı damızdırırıq, su boyanı damızdırırıq və başlayırıq həmin o damcı boyaları elə bil ki, damcı boyanı kağızın üzərinə əlavə edirik, sonra kağızı qatlayırıq. Qatlayandan sonra o kağızı bir dəfə bu tərəfə, o tərəfə sığallayırıq, sonra açırıq. Həmin kağızı açandan sonra həmin fırça ilə kağızı, elə bil ki, fırça ilə həmin o damcı boyaları yayırıq. Bir də bir texnikası vardı. Başqa nə yaya bilərdi o damcını kliasografiyada? Kliasografiyada damcını qoyurdu, neynirdi uşaq pipetlə? Pipetlə üfürürdü var, pipetlə üflüyürdü, hava ilə o dağılırdı boya. O da kliasografiyadaydı. Damcını elə bir belə qoyur, su düzdür müəllimə. Pipetlə üfürəndə o elə bir ki, yayılırdı. Amma uşağı öyrətmək lazım ki, onu çox möhkəm üfürməsin də. Yəni boya kənarlarda yayılmasın. Bəli. Sonra aplikasiya fəaliyyəti nəyə deyilir? Aplikasiya fəaliyyəti müəllimə, aplikasiya fəaliyyəti əsasən burada kəsmə fəaliyyətindən söhbət gedir. Yəni uşaq bağçalarında uşaqların sırf kəsmə deyil, aplikasiyanın tərifi var. Yapış kəsmə, yapışdırma, məsələn, burada geyim əşyalarıdır, ev tərtibatıdır, məsələn, kartondur, kağızdır, taxtadır. Bunlar hamısı aplikasiyaya aiddir də müəllimə. Tərifini desə, bəli, müəyyən bir düz səth üzərində parça qırıntısıdır, kağız qırıntısıdır. Bunların yapışqandan və kağızdan istifadə edilir. Yəni, aplikasiya da səth olmalıdır. Müəyyən bir səthin üzərində. İndi kardondur, taxtadır, kağızdır. Amma hər nəysə üzərində biz onu yığmalıyıq da, yapışdırmalıyıq. Birləşmə deməkdir. Yəni, parçalar... Yapınca birləşmə deməkdir, bəli. Hər hansı bir, məsələn, bir dənə tutaq ki, bir dənə topun yarısını götürə bilərik, onu biri ilə birləşdirə bilərik. Ya alma götürə bilərik, bir hissəsini kəsib, bir hissəsi ilə birləşdirə bilərik. Bunlara aplikasiya deyilir. Orta qrupda aplikasiya fəaliyyətindən danışın. Orta qrup aplikasiya. Müəllimə, mən biraz bu aplikasiyada çətinlik çəkmək, o məndən ən çox nə istəyirəm soruşasınız. O rəsmdə növlər var, onları daha çox yadımda saxlaya bilmirəm. Yox, aplikasiya deməsi. Görün, hələ aplikasiya necə cavab verirsiniz? Orta qrupda aplikasiya nə ilə məşğul olur? Burada orta qrupda aplikasiya nədir? Burada uşaqların əsasən qayçı ilə necə davranmağı, qayçını düz tutmağı, qayçını kəsimi necə aparmağı, 3 barmaqla, yəni 2 barmağı aşağıdan dəstəkləmək, orada qayçını önə tərəf, kəsilən hissə önə tərəf olmalıdır. Yəni, burada əsasən orta qrupda qayçıdan istifadədən söhbət gedir. Bu, bayaq testdə də düşmüşdü ki, qayçıdan hansı qrupda istifadə olunur, yəni başlanılır da, hansı yaş dövründə qayçıdan istifadə olunur, orta qrupda, yəni aplikasiya fəaliyyətində qayçıdan istifadə olunur. Bu zaman uşaqlarda əl əzəlləri möhkəmlənir, hərəkət daha dəqiq olur, yəni idarə etmələri daha dəqiq olur, uşaqlar daha aktiv olur. Yəni bu zaman müəllimin də burada böyük bir rolu var ki, uşaqları aktivləşdirir bu aplikasiya işində, qayçı ilə istifadə zamanı. Məsələn, qayçını belə tutmalısınız, kağızı belə tutmalısınız, qayçının kəsilən öndə olmalıdır. Bəli, məsələn, dairə kəsməyi öyrədir ki, ortadan tutuq, fırlada, məsəl üçün kəsilir, müxtəlif dalğa var, bəli, qıraqların məsələn kəsin, dairə alınacaq. Ya dalğa varı kəsmək istəyirsə, qıraqları ilə dalğavarı kəsmək olar da, dördkünc formasında, dalğavarı formasında yəni olur. Bir də ki, müəllimə, bu orta qrupda aplikasiya imtahana da düşmüşdü. Bu tipdə çaşdırıcı suallar olur ki, məsələn, qayçıdan ilk hansı dövrdə istifadə olunub və hansı fəaliyyət növündə istifadə olunub? Orta qrupda və aplikasiya fəaliyyətində istifadə olunub qayçıdan. Böyük məktəbə hazırlıq qrupunda quraşdırma fəaliyyəti, məktəbə hazırlıq quraşdırma. Məktəbə hazırlıq qrupunda müəllimə quraşdırma əsasən bu dövrdə uşaqlar artıq hər şeyi tam əhatə, konstruktorlarla işləməni öyrənirlər də, taxta. Burada məktəbə hazırlıq qrupunda quraşdırmada müəllimə, burada işi artıq uşaqlar dəqiqliklə yerinə yetirirlər.
hə məqsəd, məsələn, hər hansı bir gəmini verə bilərəm ki, ala bu gəmini şəklin, oturun işləyin. Yəni taxtalardır, onun üçün lazım olan ləvazimatları da qoyursan məktəbə hazırlıq qrupunun qabağına. Deyirsən buna bax, bunun üzərində işlə. Yəni uşaq da ona baxıb, onun üzərində dəqiqliklə işləyir. Demək ki, məktəbə hazırlıq qrupu necə sual düşsə ki, hansı yaş dönəmində artıq uşaq daha məzmunlu, daha məqsədli, şəklə baxıb, çertiyoj üzrə, çertiyojla işləmə məktəbə hazırlıq qrupu. Burada müəllim lazım olan anlarda ehtiyac olarsa uşağa yardımcı ola bilər. Yəni qalanlı uşaqlar özləri məsəl üçün düzəldə bilirlər. Bir də oriqami texnikası nə idi? Oriqami texnikası müəllimə Çin, Yapon, yəni Yapon dilindən götürülüb, qatlanmış kağız deməkdir. Bu əsasən bunun tarixi ən çox Çinə gedib çıxır. Bu əsasən oriqami elə bil ki, hansı yaş dövründən faydalanır? Müəllimə, məncə bu məktəbə hazırlıq dövründə istəyir. Mən axı demişdim onu orta qrupla, oriqami plus orta qrup. Orta qrupda. Saxlayır. O da onunla başlayır, bu da orta qrupda onunla başlayır. Oriqami orta qrupdan başlayır. Müəllimə, bu əsasən mən işin başa düşmürəm nədir. Elə yazılıb ki, ağ incəsənət bu gəmi zat düzəldir deyə o vaxtı gəmi qatlayırdıq kağızı, nə kəsirdik, nə yapırdıq, təyyarə düzəldirdik. Bax o oriqami texnikasıdır ki, biraz çətin texnikadır. Müəllimin köməyi ilə uşaqlar düzəldir. Və kağızdan qatlama üsulu ilə müxtəlif işlər hazırlayırıq. Belə başa düşdüm. Heç bir qayçı, heç bir kəsim, heç bir yapışqan, heç bir şey istifadə olunmur. Ən çox məsəl üçün düzəltdiyimiz o gəmidir, təyyarədir, bəli, onlar oriqamidir. Müəllimin köməyinə uşaqlar ehtiyac duyurlar. Bu oriqami texnikasında burada bir şey var, mən yadımdan çıxdım. Bir də müəllimə bu oyun şəklində də keçmək olar uşaqlara ki, öyrədici şəkildə, oyun şəklində də uşaqlara öyrətmək olar bunu. Quraşdırma fəaliyyəti olduğuna görə Friedrich Froebel tərəfindən, çünki Friedrich Froebel həmişə quraşdırma deyəndə ən çox istifadə olunan quraşdırma bərabərdir Friedrich Froebelə, yadınızda saxlayın. Yəni ən çox istifadə olunan şəxsidir quraşdırma fəaliyyətindən. Bir də ştamping nədir? Dediniz orada çətinlik çəkirəm, onu da soruşdum. Müəllimə, hə, bunlarda biraz çətinlik çəkirəm. Ştamping müəllimə, elə bil ki, rəsmi qoyuruq. Bu rəsmi ştampda. Elə bir ki, rəsmi çəkirik, üstünə də ağ kağız qoyub, onun üstünə yapışdırıq. Həmin rəsmin əksi düşür ona da. Mən belə başa düşürəm. O artıq o ştamping olmadı. Ştamp nəyəsə çəkib vurursunuz kağızın üstünə. Hə də elə deyirəm müəllimə, çəkirəm, həmin kağızı da vururam o birisinə, düşür də elə. Kağızdan kağıza deyil ştampingdə. Məsələn, nəyəsə başqa bir şeyin kağız olmamalı. Əgər kağız müəllimə belə baş kağız yox. Onda ştamping belədir. O müəllimələr istifadə eləyir, belə çox çalışmalısan ştamp kimi, odur da. Məsələn, bir dənə kartofdur, götürüb ortadan ikiyə bölürsünüz, o kartofun bölünmüş hissəsini boyalayır, yapışdırır. Möhürü necə vururlar? Başa düşdüm, möhür, belə. Köhnə balaca ştampiklər var idi, üstünə bilim çiyələk idi. Bilirəm, müəllimə, çiyələkli, rozvulu, onlardandır da yəqin ki. Adi məsələn, bir yarpağın səthini rəhləyirik, yapışdırırıq kağızın üstə ştampladı. Kökü ortadan ikiyə bölürük, ortasını rəhləyirik, vurur məsəl üçün kağızın üstünə. Kağızdan kağıza deyil, müxtəlif əşyanın və adi stəkanı götürürük, altını rəhləyirik, yapışdırırıq, onun bəzəkləri, naxışları düşür kağızın üstünə. Buna ştamping deyilir. Hə, onu ştampla yadınızda saxlayın. Möhür necə başqa bir şey kağızın üstə vurur? Bunlar yadımda qalmır, bu şeylər, bu testlərini narahat olmayın. Testlərini işlədikcə yadınızda qalacaq Rəfiqə müəllim. Təşəkkür edirəm. İndi bunun testlərini burada müəllim lazım olan anlarda ehtiyac olarsa uşağa yardımcı ola bilər. Yəni qalanlı uşaqlar özləri məsəl üçün düzəldə bilirlər. Bir də oriqami texnikası nə idi? Oriqami texnikası müəllimə Çin, Yapon, yəni Yapon dilindən götürülüb, qatlanmış kağız deməkdir. Bu əsasən bunun tarixi ən çox Çinə gedib çıxır. Bu əsasən oriqami elə bil ki, hansı yaş dövründən faydalanır? Müəllimə, məncə bu məktəbə hazırlıq dövründə istəyir. Mən axı demişdim onu orta qrupla, oriqami plus orta qrup. Orta qrupda saxlayır. O da onunla başlayır, bu da orta qrupda onunla başlayır.
Origami orta Müəllimə orta qrupdan başlayır. Müəllimə bu əsasən mən işin başa düşmürəm nədir. Elə yazılıb ki, ağ incəsənət Bu ağ gəmi kağız. zad düzəldirdi ya o vaxtı. Gəmi qatlayırdıq kağızı, nə kəsirdik, nə Bəli, yapırdıq, müəllim. təyyarə düzəldirdik. Bax o origami texnikasıdır ki, biraz çətin texnikadır. Müəllimin köməyi ilə uşaqlar düzəldir və uşaq Kağızdan qatlama üsulu ilə müxtəlif işlər hazırlayırıq. Belə başa düşdüm. heç bir qayçı, heç bir kəsim, heç bir yapışqan, heç bir şey istifadə olunmur. Ən çox məsəl üçün düzəltdiyimiz o gəmidir, təyyarədir, bəli, onlar origamidir. Müəllimin köməyinə uşaqlar ehtiyac duyurlar. Bizcə bu origami texnikasında burada bir şey var, mən yadımdan çıxdım. Bir də müəllimə bu oyun şəklində də keçmək olar uşaqlara ki, öyrədici şəkildə, oyun şəklində də uşaqlara öyrətmək olar bunu. Quraşdırma fəaliyyəti olduğuna görə Friedrich Froebel tərəfindən, çünki Friedrich Froebel həmişə quraşdırma deyəndə ən çox istifadə olunan quraşdırma bərabərdir Friedrich Froebelə, yadınızda saxlayın. Yəni ən çox istifadə olunan şəxsidir quraşdırma fəaliyyətindən. Bir də ştamping nədir? Dediniz orada çətinlik çəkirəm, onu da soruşdum. Müəllimə, bunlarda biraz çətinlik çəkirəm. Ştamping müəllimə elə bil ki, rəsmi qoyuruq. Bu rəsmi ştampda. Elə bir ki, rəsmi çəkirik, üstünə də ağ kağız qoyub, onun üstünə yapışdırıq. Həmin rəsmin əksi düşür ona da. Mən belə başa düşürəm. O artıq o ştamping olmadı. Ştamp nəyəsə çəkib vurursunuz kağızın üstünə. O monotik. Hə də elə deyirəm müəllimə, çəkirəm, həmin kağızı da vururam o birisinə, düşür də elə. Kağızdan kağıza deyil ştampingdə. Məsələn, nəyəsə başqa bir şeyin kağız olmamalı. Əgər kağız müəllimə belə baş kağız yox. Onda ştamping belədir. O müəllimələr istifadə eləyir, belə çox çalışmalısan ştamp kimi. Odur da. Məsələn, bir dənə kartofdur. Götürüb ortadan ikiyə bölürsünüz. O kartofun bölünmüş hissəsini boyalayır, yapışdırır. Möhürü necə vurulur? Başa düşdüm. Möhür, belə. Köhnə balaca ştampiklər var idi. Üstünə bilim çiyələk idi. Bilirəm müəllimə, çiyələkli, rozvulu. Onlardandır da yəqin ki. Adi məsələn, bir yarpağın səthini rəhləyirik, yapışdırırıq kağızın üstə ştampladı. Kökü ortadan ikiyə bölürük, ortasını rəhləyirik, vurur məsəl üçün kağızın üstünə. Kağızdan kağıza deyil, müxtəlif əşyanın və adi stəkanı götürürük, altını rəhləyirik, yapışdırırıq, onun bəzəkləri, naxışları düşür kağızın üstünə. Buna ştamping deyilir. Hə, onu ştampla yadınızda saxlayın. Möhür necə başqa bir şeydir kağızın üstə vurur. Bunlar yadımda qalmır. Bu şeylər, bu testlərini narahat olmayın. Testlərini işlədikcə yadınızda qalacaq. Rəfiqə müəllim. Təşəkkür edirəm. İndi bunun testlərinin quizlərini atacağam sizə. Orada sırf ancaq şeylər, bu nədir, bu hansı texnikadır, bu hansı texnikadır, yəni onlarla işləyib əzbərləyəcəksiniz. Yaxşı müəllimə, çox sağ olun. Siz də sağ olun, təşəkkür edirəm. Amma çox maraqlı dərsdir. Yəni adamı həqiqətən görürsüz, dediniz çoxdur, amma insan öyrənəndə görür ki, maraqlıdır. Yəni konkretli deyil, bölmə yazıb adama çətin gəlmir. Hər yaş dövrü. Çətin deyil. Çox sağ olun, təşəkkür edirəm. Ofeliya müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Ofeliya müəllimə, tapşırıq içini oxuyun zəhmət olmasa. Bir dəqiqə müəllimə, bir dəqiqə. Mən görüm, bir dəqiqə. Ya Allah. Verilmiş süjet əsasında təsvirlər çəkir. Hə, 3-1-1 verilmiş süjet əsasında təsvirlər çəkir. 3-1-2 rəng çaralarını fərqləndirir. Mövzu, qırmızı güllər. 3-4 yaş qrupu üzrə verilmiş bu standartlara və məşğələ mövzusu üzrə motivasiya mərhələsini qurun. Motivasiya mərhələsini qurun. Məsələn ki, bu mövzu üzrə bir məşğələ keçirsiniz. Mövzunuz qırmızı güllərdir və orada həm rəng çalalarını elə bir ki, fərqləndirməlidir, həm də sujet, məsələn, qırmızı güllər üzrə bir rəsm çəkməlidir. Amma buna motivasiya qurmalısınız. Birdən-birə uşağa vermirsiniz də tapşırığı. Bir maraq cəlb eləməlisiniz. Necə motivasiya qurardınız? Bir dəqiqə. Motivasiya məşğələnin hansı mərhələsi idi? İlkin giriş mərhələsidir. Elə bir şey, uşaqları həvəsləndirməkdir da bu. Məsələn, bir dəqiqə mənim fikrimi toplayım indi. Bir dəqiqə. Söhbət qırmızı güllərdən gedir ha.
bildim, hə. Məsələn, bunu necə qurmaq olar? Bir dəqiqə. Bunlar şarlarla nəsə eləmək olar. O şarlardan güllər düzəldirlər. Yəni elə bir şey eləmək olar müəllimə? Sərb eləməlisiniz də. Məsələ, ola bilər ki, səbət gətirə bilərsiniz ki, mənim səbətimin içinə qırmızı güllər yığmaq istəyirəm. O qırmızı gülləri də siz mənim üçün hazırlayacaqsınız. Uşaqlar çəkirlər vərəqlərə. Yəni, sonra həmin çəkdiklərini səbətinizin içinə yığıb apara bilərsiniz. Məsələn, belə bir şeylə. Musiqi səsləndirə bilərsiniz qırmızı güllərə aid və yaxud otağın hansısa bir yerlərindən asa bilərsiniz ki, hansı rəngdə nələr görürsünüz. Yəni, maraq yaratmalıyıq da uşaqlara. Aktuallaşdırma uşağın biliyinin yenilənməsidir, motivasiya uşaqların həvəsləndirilməsidir. Yəni, aktuallaşdırmada köhnə biliklərə müraciət edirik, suallarla geriyə qayıdaraq. Motivasiyada isə situasiya yaradırıq uşağa. Bir oyunmu, bir əyləncəmi, nəsə bir situasiyanın içində uşaqları aktivləşdiririk. İkinci kiçik qrupda təsviri fəaliyyət. İkinci kiçik qrupda müəllimə, əsas bu uşaqlar, körpə yaş uşaqlarda əsasən cızma qara elə bir dövrü adlanır. Yəni bu dövrdə uşaqlarda rəsm çəkmə elə bir qavrayış bacarığını inkişaf elətdirir. Uşaqlarda qavrayışı daha çox inkişaf elətdirir. Ətraf aləmi elə bir fərqləndirməyi, seçməyi, əllərlə toxunmağı, sonra bir xətt üzrə getməyi, ziqzaqmı, düz xəttmi, əyri xəttmi, bu uşaqlar elə bir hiss edərək onların üstündən getməyi elə bir ki, öyrənirlər də, yəni. Yavaş-yavaş, aha. Hə, bundan başım öyrənirlər. Amma tam mükəmməl etməyə də bilərlər. Yəni, yaşlarına görə nəzərə almalıyıq. Burada əsasən, bəli, konturlar üzərindən. Körpə uşaqlarda bunlarda kiçik motorika. Elə bir ki, gələcək üçün hazırlıq. Məsələn, ruçka bir növ elə bir ki, qələmi tutmaqdır, nəsə bir şey tutmaqdır. Yəni, əl elə bir motorikasını inkişaf, məqsəd əl motorikasını inkişaf elətdirməkdir. Sonra bir də ikinci kiçik qrupun bir dənə tuşlar demişkən püf nöqtəsi var ki, nöqtəsi. Elə bir o masa arxasında oturmaqdır. Masa arxasında bunlar oturacaqlar, uşağın ayağı yerə dəyməlidir. Sonra uşağın boyuna uyğun olmalıdır. Sonra kürəyin arxası stola dirənməlidir. Sonra dirsəklər masanın üstündə olmalıdır ki, rəhliysən. Sonra cızırsan, məsələn, orada elə bir ki, qaranın içindən ağlar çıxır. Elə bir cızma deməkdir da. Başa düşürsünüz necə? Cızırsan, rəngbərəng, məsələn, nəsə şarmı düzəldirsən, gülmü düzəldirsən, belə də, yəni belə şeylər eləyirsən. Məsələn, birinci demək, altdan bunu rəhli elədik, düzdür, rəhlədik. Altına rəngli də ziqzaq qoşar. Sonra üstünə bir dənə qara boya ilə və yaxud da ki, bu qara boya ilə də olur, amma kardonu qalın olmalıdır ki, cızanda o altı cızılmasın. Üstünə də qara bir quaşla mı, qara bir nə bilim kömürlə rəhləyirik. Uşaq bu qaranın üstünü cızdıqca yavaş o yerlər cızılır deyə altındakı o rəng üzə çıxmağa başlayır. Bu qrataj, indi hazır da satırlar, mən onu atmışdım sizə, hazır qrataj vərəqlərdə var, qaradır, uşaq özünün qələmi var, cızdıqca onun altındakı o rənglər üzə çıxmağa başlayır. Cızma texnikası da deyirlər, cızım bərabərdir qrataja, yəni yadınızda saxlayın. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Bu qrataj texnikasını ikinci kiçik qrupda istifadə etmək olar? Olar, amma məktəbə hazırlıq qrupu uşağı, çünki o uşaq çox möhkəm basıb bu kağızı tamam cıra bilər. Biraz yaşına görə tam getmir. Sonra aplikasiya fəaliyyətinə hansı yaş dönəmindən başlayırıq, Ofeliya müəllimə? Aplikasiya əsasən ikinci kiçik qrupdan başlayır müəllimə. Burada da, məsələn, körpə əsasən cırma üsulundan, elə bir ki, məsələn, kvadratmı, dairəmi çəkirsən, uşaqlara rəhli kağızlardan bunu cırırlar, yapışdırırlar. Cırırlar, yapışdırırlar. Elə bir ki, əsasən bu cırma şeyini... Niyə cırma? O uşaq üçün daha rahatdır da, qayçı ilə işləyə bilmir. Yəni uşağın həm əl motorikası inkişaf edir, elə bir uşaq onu cırır, maraqlı olur da, cırılan şeyi, məsələn, bir də uşaq baxır, göbələkdir, sonra ağacın gövdəsidir, nədir? Yəni, həm oyun kimi, elə bir uşaqlarda oyun kimi təşkil edirsən, belə maraqlı da, yəni belə olur da. Bir də hazır kəsimləri veririk, uşaqlar onu yapışdırırlar. Onu yapışdırırlar.
Bir də bu dövrdə aplikasiyada cırmadan əlavə bir dənə də vacib məqam var. O nədir bəs? Nədən istifadə etməyi uşaqlara öyrədirik? Nədən yapışdırır uşaq rəsmi? Yəni kəsilmirsən. Kleydən barədə. Yapışqandan düzgün istifadə qaydasını uşağa öyrədirik ki, bunu səthini elədin, arxa tərəfini və ya da kağızığın üstünü rəhlədin, yapışdı da kleylədin, onu yapışdırırsan ora. Məsələn, bir də gözü uşaqlar o birizini çəkib, bu birizi tərəfini yapışdırırlar da. Yapışqanın üzünü yox, əks üzünü, sonra yapışmır, əlləri yapışqan olur. Yadınızda saxlayın, uşaqlara kleydən, yapışqandan düzgün istifadə qaydalarını öyrətmək. İkinci kiçik qrupdan başlayır, çünki yapışqan olmasa uşaq yapışdıra bilməz. Ona görə də ikinci kiçik qrupdan aplikasiya başlayanda yapışqandan istifadəni öyrədirik. Sonra da orta qrupdan isə artıq başlayır qayçıdan istifadə qaydasını uşaqlara öyrədirik. Sonra gəlir yapma fəaliyyəti. Yapma fəaliyyəti birinci kiçik qrup. Yapma fəaliyyəti birinci kiçik qrupda əsasən elə bir plastilini verirsən uşağa, birinci başlayır əlindən onu deyirlətməyi öyrətməyə. Birinci deyirlədirik. Məsəl üçün, bu almadır, kalbasa şəklindədir. Sonra yumru olan da halqalardır. Yəni, yumru olan əsas odur ki, ovucun içində olsun da. Uşağı onu, yenə burada da kiçik motorika inkişaf eləyir, uşağın əl şeyləri inkişaf edir. Bir də 10-12 dəqiqədən artıq olmayaraq bu məşğələ birinci kiçik qrupda davam eləməlidir. Yəni, burada yenə də üzərində uşağın oturuq qaydalarına fikir verərək, sonra elə bir yarım dairə müəllimə otuzdurur, yarım dairədə uşaqlar otururlar, yəni ki, müəllimənin göstərişindən, yəni bunlar boşun şey eləyirlər, elə bir işləyirlər. Mahnı ilə də olar, şeirlə də uşaqlara maraqlı olsun. Belə oyun eləyərək də, yəni körpü olduğunu oyunlarla bərabər edir. Və burada yapma zamanı heç bir sujet xətti yoxdur. Bunu yadınızda saxla. Sadəcə boş düzəldirlər. Məsələn, dairəvi də ona görə düzəldirlər ki, ələ tez yatımlıdır və yadınızda saxlayın ki, sujet xətti olmayan yapma kiçik qrupdadır. Birinci kiçik qrupda sadəcə məqsədsiz nələrsə düzəldirlər və müəllim uşaqlara nəzarət eləməlidir, baxmalıdır. Düzəltdiklərindən sonra məsələn top düzəldəndə oynaya bilərlər. Biraz bərkiyəndən sonra müəllimin nəzarəti vacibdir. Hər bir uşağa ortada oturub göstərə-göstərə uşaqlarla məşğul olmalıdır. Bir də böyük qrupda quraşdırma fəaliyyətindən də danışardınız. Böyük qrup quraşdırma. Böyük qrupda uşaqların inkişaf şeyi özləri sərbəst, özünü idarə edir. Burada uşaqlara başlayır eskiz üzərində, sxem üzərində işləməyi öyrənirlər. Yəni, burada müəllimə vacib deyil ki, müəllimə bunlara nəyisə göstərə. Burada uşaqların öz fantaziyası, yəni eskizi verirsən, şey deyirsən, yəni uşaq ona baxır, yəni öz fantaziyasına uyğun orada quraşdırma işlərindən məşğul olur da, yəni öz bacarığı, öz kreativliyi ilə başlayır, məsələn, maşına qaraj düzəltməkdir, ev düzəltməkdir, ona balkon, eyvan düzəltməkdir, sonra, yəni ki, siz necə? Yəni ki, çox belə deyək də, biraz müəllim yön verir, qalanını artıq uşaqlar özləri məsəl üçün düzəldə bilərlər də. Yəni, çox cüzi müəllimin köməyi var, amma burada əgər düşsə ki, çertiyojla, eskizlə işləmək, yox, elə çertiyojdan başlamaq elə böyük qrupdan başlayır. Siz o görürsünüz də oyuncaqların falan içindən çıxır, çertiyojla 1, 2, 3 nömrələrlə göstərir ki, uşaq məsəl üçün onu düzəltməyə çalışır. Və bir də bunun xüsusiyyətlərindən biri odur ki, böyük məktəbazatı artıq əməkdaş şəklində uşaq quraşdırma ilə məşğul ola bilir. Yoldaşınla bir yerdə işləməyi bacarır, güllələr düzəldirlər, yığırlar üst-üstə. Yəni, əməkdaşlıq motivləri artıq böyük qrupdan quraşdırma fəaliyyətlərinin içərisində daxil olur. Və fantaziyalar. Uşaq yaratmağı çox sevir ki, nələrsə düzəltsin bu dövrdə. Yəni, görürsünüz, yaş artdıqca müəllim çəkir qırağa, uşaq özü daha çox aktiv olmağa başlayır. Müəllimin müdaxiləsi daha çox azalır. Yəni, yaşların mən incə nöqtələrini sizə qeyd edirəm ki, yəni testlərdə düşəndə harada nələrə diqqət etməlisiniz, yadınızda qalsın. Çox sağ olun Ofelia müəllimə, təşəkkür edirəm sizə də. Aydın olmayan bir hissə yoxdur ki, sizə nəsə? Yox, çox sağ olun, aydındır hər şey. Siz də sağ olun, buyurun. Cunay müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Cunay müəllimə, tapşırıq 3-ü oxuyun.
Tapşırıq 3. Testi. Tapşırıq 3. Siz deyil, tapşırıqlar hazırlamışam sizə. Tərbiyəçi müəllim uşaqlara geyimləriniz mövzusunda məşğələ keçir. Həmin məşğələnin tətbiq etmə mərhələsində təsviri fəaliyyətə uyğun olan hansı tapşırığı uşaqlara verə bilərsiniz? İndi geyimlərimiz mövzusunu keçirirsə, bu hansı inkişaf sahəsinə aid ola bilər? Sosial emosional. Geyimlərin sosiallıqla nə əlaqəsini gördünüz ki? Geyimlər fiziki. Yox. Hansısa bir həyatı hadisə haqqında, bir əşya haqqında uşaq məlumat öyrənir. Sosial emosional deyil müəllimə. İdraç deyə müəllim bu. Siz nə yazırsınız müəllim? İdraçidir. Müəllimə geyim idrakdır. Bəli, geyim idraçdır. Çünki bizim uşaq geyim uşaqla o uşağın işini müqayisə edirik. Yox. Uşaqlar öz aralarında söhbət apara bilərlər işlər haqqında. Amma biz müəllim olaraq filan kəs səndən yaxşı eləyib, o filan şeyini düz eləyib, yox. Uşaq özü öz yoldaşından deyə bilər özü arasında, amma biz deyə bilmərik onu. Onu nəzərinizdə saxlayın. Məktəbə hazırlıq qrupunda yapma fəaliyyəti. Yapma fəaliyyəti bu daha çox maraqlıdır həmən qrupda. Çünki orada uşaqlar artıq vizual görməlidir, elədikləri işi. Məsələn, orada da dediyim kimi də bayaq dedim müəllimə, hansısa bir işi etməmişdən qabaq müəllimə onları göstərməlidir. Və yaxud ya şəklin, ya videosun. Ən yaxşısı mən belə deyirəm ki, yəni məşğələdən bir gün öncə ətraf aləmlə gəzintiyə çıxan zaman, onu varsa, hansısa bir iş o ətraf sahədə, məsələn, həyatyanı sahədə ağacdırsa ağacın və yaxud da quşdursa, pişikdirsə, onları əyani olaraq daha da yaxşı olar ki, uşaqlara göstərək. Bir gün sonra həmən işi uşaqlara vizual görəndən sonra elətdirmək daha yaxşıdır. Yapmada uşaqlar artıq məktəbə hazırlıqda qızla oğlan obrazlarını yaradanda geyimini özləri seçir, hərəkətlilik verirlər. Məsələn, orada maşın sürən, məsələn, hansısa bir fiquru düzəldəndə onun yeriməsini və yaxud da oturmasını onlar hərəkətləri ilə göstərə bilərlər. Orada sujetli kompozisiyalarda sırf məktəbə hazırlıq qrupunda yerinə yetirilir. Kompozisiya, yəni artıq məsələ tutalım ki, çəmənlikdə otlayan bir inək şəkili onu düzəldə bilər, başını aşağı eləyən. Başına aşağı salır, bildirir ki, onunla yemək yeyir. Məsələn, pişiyi çəkə bilər, hansısa bir quşu çəkə bilər ki, yeməyin yeyir. Daha obrazlılıq verir. Aha. İkinci kiçik qrupda quraşdırma fəaliyyəti. İkinci kiçik qruplarda burada uşaqların böyüklərlə, bir-birlərlə olan ünsiyyətinə imkan yaradılır. Məsələn, uşaq orada bloklardan istifadə edir, 4-5 dənə kərpici üst-üstə qurur. Məsələn, orada uşaq artıq eninə, düzünə quraşdırmağı bilir. Sonra uşaq artıq orada bilir ki, enli, ensiz, böyük, kiçik, başqa da nəysə var idi. Onları başa düşür. Detalları artıq orada fərqləndirməyi bilir, adlandırır. Sonra bir də müəllimə konstruktorlardan istifadə eləyir, o var idi. Konstruktorlar, bəli, bildiniz o iç-içə keçmələr olur. O konstruktorlar artıq ikinci qrupdan artıq əllər bərkiyirdi yavaş-yavaş. Əlləri bərkir, artıq ondan rahat formada istifadə edə bilir. Amma balaca yaşlı uşaqda o yumuşaq, əl yumuşaq əllərində müəllimə. Bir-birinin içinə. Ona görə də olaraq, amma ikinci kiçik qrup artıq əl bərkiyirdi, o hissəni bir-birinin içinə keçirdə bilir. Konstruktorlardan istifadə, yəni burada müəllimin nəzarəti altında olur. Tapşırıq 4-ü oxuyun. Tapşırıq 4. Tərbiyəçi müəllim Günəş bizi istidir mövzusunda uşaqlara təsviri fəaliyyət üzrə məşğələ keçir. Müəllim bu məşğələdə eyni zamanda uşaqlarda hansı idraki proseslərin inkişafına imkan yaradır. Günəş bizi istidir. Burada Günəş rəngdə olanı deyir tap və rənglə də burada tapşırıq da verib uşaqlara. Günəşlə eyni rəngdə olan əşyaları tap və rənglə. Aha. İndi bu nə edir müəllimə? Yəni hansı suallara daxildir? Yox, yəni bu tapşırığı verməklə müəllim uşaqda hansı idraki prosesləri aktivləşdirməyə çalışır?
Rənglərin eyniləşdirməyin çalarlarını fərqləndirir. Yəni ki, bilinir sarı ilə sarı da eynilik hansında olur? Bu hansı idraçı prosesi oldu? Estetik və yaradıcı inkişaf. İdraçı proses. İdraçı proses. Ha. Təxəyyül, təfəkkür. Təfəkkür olur bu. Ki, uşaq xatırlayır. Təfəkkür də düşünür, beyinlə əlaqəlidir də, düşünmə var burada. Bir də məsəl üçün günəşin rəngini xatırlamağa çalışırsa. Hafizəsi var. Günəşi də xatırlayır, ördəyi də xatırlayır ki, ördək nə rəngdə olurdu görəsən. Deməli, onları təfəkkür, hafizə, sonra bir dənə də var. Düşünmə, təfəkkürdür. Yadda Onlara salmaq. baxıb tapmalıdır, hansılardır. Diqqət var da müəllimə. Çünki bunların içində diqqətlə baxmalıdır ki, o sarı rəngin hansına uyğun olduğunu seçsin. Bəli. Və kiçik motorikada rəngləmə olduğuna görə. Demək, bir dənə elementar tapşırıqda uşaq təfəkkürünü işə salır, tez əlaqə qurmağa çalışır. Uşaq hafizəsini işə salır. Hafizəni işə salır, bir də əlin işlədir. Bəli. Biz bəzən belə tapşırıqları verəndə o dərinliklərini fikirləşmirik əslində, amma sən demə biz əslində o tapşırıqları verə-verə uşaqlarda o bacarıqları formalaşdırır. Bu həqiqətən də yəni bağçanın öz vəsaitinin içindən götürülmüş tapşırıqlardır. Mən bunu çəkib sizin üçün tapşırıq düzəltmişəm. Yəni testdə sabah sizə düşə bilər bu situasiya ki, müəllim belə bir tapşırıq verirsə, yəni variantlarla qarşınıza çıxanda, yəni avtomatik onları bilməlisiniz. Siz artıq özünüz təhlil edib tapırsınız ki, variantı tapmaq sizin üçün artıq çətin olmayacaq. Təşəkkürlər Təranə müəllimə, çox sağ olun. Sağ olun. Minnətdaram sizə də. Sağ olun. Sağ olun. Təranə müəllimə, bugün YouTube-a görə görüntülərimizi atmadıq. Digər Təranə müəlliməmiz, axşamınız xeyir. Axşamınız xeyir. Təranə müəllimə, aplikasiya fəaliyyəti nəyə deyildi? Aplikasiya fəaliyyəti müəllimə. Aha. Aplikasiya nə idi? Necə? Uşaqlar kəsib, yapışdırma. Sonra. Bu aplikasiyada hansı resurslardan istifadə edə bilərsiniz? Uşağa tapşırıq verin. Qaçıdan, yapışqan, kleydən bunlardan istifadə edirik. Karton, sama, nəm atıntı materialları, düyü, mərci, toxumlar, görmüsünüz də o düzə-düzədir, qarğıdalları belə yapışdırır onun içinə. Reçkadan, düyüdən. Düz səth üzərinə yapışdırılmalıdır onlar. Yəni o yapışdırma olmalı. Əgər müstəvi düz, yəni havada qalan bir şey düzəldirsə, bu artıq quraşdırma olur. Amma məsəl üçün səthlə belə deyək də təmas eləmir. Havada qalanda müstəvi fiqur, müstəvi yox, fəzada qalan bir obyekt olarsa quraşdırma olur. İkinci kiçik qrup uşaqları hansı işlərlə məşğul olurlar quraşdırmada? İkinci kiçik qrupda müəllimə uşaqlara tərbiyəçi kəsimləri verir. Uşaqlar onları düzdür qoşur ki, tərbiyə. Bəli, hazır. Tərbiyəçinin köməyi ilə. Burada müəllimə kleydən, yapışqandan da istifadə edirlər. Bəli. Uşaq amma diqqətli olmalıdır da düzgün yapışdırsın o hissələri. Sonra ştampik texnikası nə idi? Ştampik. Mən bayaqları Rəfiqə müəllimə izah elədim onu. Hə, müəllimə yadıma düşdü. Burada yarpaqların izi ilə kartoşkanı ortadan kəsib onun möhür kimi də belə yapışdırır. Bəli. Bu ştampikdir. Bəli. Yapışdır, ştamp etmə. Həmişə möhürü yadınıza salın onu deyəndə. Hansı yaş dövründə uşaqlara rəsm etmə zamanı oturuş qaydasını öyrədirik? Kiçik qrupda müəllimə. Hansı kiçik qrupda? İkinci kiçik qrupda. Necə idi o düzgün oturuş qaydaları? Uşaqların müəllimə ayaqları döşəmədə olmalı idi. Əllər, qollar dirsəkdən aşağı masanın üzərində olmalı idi. Onurğa düz olmalı idi sütun. 90-180 dərəcədə də yəni bilin. Aha. Məsələn, bir qol aşağı gedəndə uşaq istər-istəməz əyilirdi. Yazı yazanda da həmişə müəllim nə deyir? Əlinizi düz, həm də rəngləmə də səliqəli olur da onda. Ayaqlar döşəmədə olmalı idi, dik durmalı idi, onurğa sütunu stola söykənməli idi, uşağın boyuna uyğun rəhimdir. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Təranə müəllim, biz təsviri fəaliyyəti, yəni işlərini hansı inkişaf sahəsində reallaşdırırıq? Estetik və yaradıcı. Standartını deyin. 3-2, 3-1, 3-2.
3-2-də əmək eləmək işləri hardasa gedir, Hə, amma optik standartdan deyirəm də müəllimə, amma təsviri fəaliyyət 3-1-dədir. 3-1-dədir. Sadəcə 2 standartı var, 3-1, 3-2. Təsviri fəaliyyətin hansı növlərini keçirik uşaqlara? 4 növün keçirik. Aplikasiya, təsviri fəaliyyət, yapma, quraşdırma. Bu fəaliyyətlərin hansının içində uşaqlar əşyaların rəngini, ölçüsünü, formasını daha çox böyükdür, kiçikdir, bu anlayışlar daha çox öyrənir. Bir də daha çox idrak inkişaf edir uşaqlarda. Can tapa bilirsiniz. Hamısında var da o. Birində bir tık o birisindən Quraşdırmada inkişaf eləyir idrak. Bəli. Orada rənglərə çox üstünlük verirlər. Bilirsiniz, Formasını seçirlər. çünki uşaq o ölçünü tuta bilməsə əqli olaraq, görür ki, bunu balacanın üstünə böyüyü qoyur, nəsə düz gəlmir, bu aşır. Artıq əqlini işlədir ki, hə, demək mən böyüyün üstə balacanı qoymalıyam. Montessori'də qızlar var, görmüsünüz, böyük, balaca, gəlməyəndə balaca bu boyda olur. O onu anlamasa, o ölçü anlayışını, böyük, onu yığa bilməz. Ona görə də əqlinin ən çox inkişaf etdirdiyi məhz, bəli, yəni hamısında var, amma daha çox o forma, ölçü, təfəkkür, tənqidi təfəkkür, səbəb, nəticə quraşdırma fəaliyyətində olur. Birinci kiçik qrupda rəsm fəaliyyəti. Onun haqqında danışım müəllim. Haqqında. Birinci kiçik qrupda demək olar ki, orada ən çox uşaqlarda demək, necə deyim, hansısa bir rəsmi çəkərkən nəyisə oxşadırlar da. Tam olaraq onlar şəklin nə olduğunu, formanın nə olduğunu, yəni gözə yarı çəkirlər. Hətta onlardan soruşanda ki, çəkdiyi nədir, təxmini bir şeyə bənzədib özləri deyirlər da. Yəni danışan uşaqlar daha doğrusu. Biz balaca uşaqlarda var, məsələ belə düz xətt çəkir, deyirsən nə deyir, maşın, maşın. Halbuki heç nə yoxdur. Prost beynində onu tutur da, öz aləmində ki, belə düz belə bir xətt çəkir, deyir maşındır məsələ. Sadəcə danışdırmaları istəyirik də uşaqları ki, nitqi açılsın. Cızma qara. Ən çox orada tərbiyəçi müəllimə göstərir, nəyi çəkəcək, nəyi eləyəcəklərsə onu göstərirlər. Uşaqlar da onu izləyir, hətta bəzən onun çəkdiyini təkrarlamağa çalışırlar. Uşaqlarda orada qələm tutma, karandaş tutma fəaliyyətini mənimsəmək üçün təbaşirlərdən istifadə edirik. Təbaşirlər də ki, kiçik ölçülərə bölürük. Sonra biraz qalın olmalıdır. Onlar uşaqların əlində onu tuturuq. Uşaqlara hətta lövhədə və yaxud da divarda çəkmə veririk ki, onların biləyi arxa tərəfə əyilir. Bu momentdə yəni onlarda qələm tutma formalaşır da, yəni optimal vəziyyətə gəlir çatır. Onda da uşaqlarda bilək motorika, bu biləkdə əzəllər güclənir, qələmi yaxşı tuturlar. Düzdür. Sonra fotokopiya texnikası nə idi? Fotokopiyada hansısa bir vərəqin üstünə şamla və yaxud da sabun, quru sabunla şəkil çəkirik. Sonra da götürürük orada elə bir ki, rənglərdən istifadə edərək sağ-sol şəkillər çəkirik. Sonra o şam və yaxud da ki, o sabunla çəkdiyimiz o rəsm üzə çıxır. Orada artıq rənglərin içində bilinir ki, nə şəkil çəkilib altda. Amma belə ağ rəngin üstündə ağ rəng bilinmir da nəyin çəkildiyi. Və boya sabunla şama qarışmadığına görə o sabunla şamın izləri ağ görsənir, qalan yerlər boyalı görsənir də. Çünki həqiqətən sabunla şam bilirsiniz də yağda bunlar bir-birinə qarışmırlar da qəti şəkildə. Sonra düzdür. Deməli, məktəbə hazırlıq qrupu aplikasiya. Məktəbə hazırlıq qrupu aplikasiya. Aha. Dəqiqə yadıma salam müəllimə. Məktəbə hazırlıq qrupu. Artıq daha yaxşı düşünür, daha yaxşı təsəvvür ehtiyatı var. Aplikasiya məktəbə hazırlıqda müəllimə, orada məsələn hansısa bir uşaqlara öyrədirik ki, Güldanın çəkilməsin. Birinci onlara başa salırıq ki, Güldanın aşağısı çəkilir, yapışdırılır. Sonra artıq o Güldanın vazanın içində olduğunu onlara başa salmaq üçün göstəririk ki, ikinci gülləri yapışdırılır. Sonra o güllərin üstünə vazanın yuxarı hissəsi yapışdırılır. Və onlara belə başa salırıq ki, güllər vazanın içində olur da artıq hazır, aplikasiya hazır olanda. Yox, siz onu qarışdırdınız. Güldan, o yapışdırma, məktəbə hazırlıq qrupu uşağı artıq bilir onu, Güldanı hara yapışdıracaq, bir dəfə başa salanda. Məktəbə hazırlıqda dekorativ işlər əsas götürülür. Yadınızda saxlayın.
dekorasiya. Siz o cürdən böyük qrupdaydı. Məsələn, tülkünü deyirsiniz, müəllimə, tülkü şəkli çəkilir. Amma orada da demişdiniz, müəllimə, mən dinləmişdim. Yadıma düşdü ki, Güldanı siz məktəbə hazırlıqda demişdiniz. Orada artıq demək olar ki, bilir, hardasa xatırlatma eləyə bilərik də. Amma əsasən burada yadınızda saxlayın, dekorasiyadır. Testdə sizin qarşınıza düşsə. Məsələn, uşaqlara hansısa bir tülkünü çəkilməsini göstərəcəyik. Əvvəl tülkü haqqında bütün elə bir ki, məlumat verilməlidir. Tülkünün lap hiyləgər olduğunu, hansısa bir şəklini göstərə bilərik, rəngini, formasını. Sonra orada artıq uşaqlar həmin şəkli çəkməyə, yapışdırmağa başlayırlar. Orada məktəbə hazırlıq qrupunda artıq uşaqların bir çox texnikalardan xəbəri olduğuna görə geri qayıdıb digər qrupun texnikalarını onlara yada salmağa ehtiyac yoxdur da. Amma hansısa bir yeni bir nədənsə işləniləcəksə, nəsə bir öyrədiləcəksə, orada müəllimə onun haqqında məlumat verə bilər. Sonra orada o yapışdırma texnikasını deyirdiniz də. Orada güldan uşaq yarımçıq qoyur, açır, ağzını açıq qoyur, biraz gülləri oraya yapışdırır, sonra güldanı yapışdırır. Onu məktəbə hazırlıqda deyirdiniz müəllimə. Bəli. Mən o birisi şeylə səhv saldım onu. Yəni ki, o bilməlidir ki, o əgər o hissələrin bilməlidir də, nədən sonra nəyə etməlidir. Bəli. Onsuz da göstəririk biz. Amma bir də məktəbə hazırlıqda uşaqların özlərini kəsib yapışdırılması da nəzərə alınmalıdır. Hazır vermirik də. Ştrixlə çəkirik, qalanını uşaq özü kəsir o ştrixlə. Sonra özü yapışdırır. Kiçik qruplarda daha çox hazır özümüz kəsib veririk. Yox, məktəbə qədər özü kəsir. Bəli, özü kəsir. Bir də ki, orada bütün qruplarda olduğu kimi işlər qutarandan sonra müzakirələr olmalıdır və müəllimə yaxşı işlərdən seçib saxlaya da bilər. Bütün uşaqlar, düz orada deyəsən elə yazılıb, uşaqların yaxşı işlərini seçib saxlayırlar, elə yazılıb hə orada, yoxsa yox? Mən elə xatırlayıram, bilmirəm müəllimə. Bütün uşaqlar, bütün işlər yığılıb saxlanılmalı. Saxlanılır, yəni ki, bütün uşaqlar əl işlərini, hamısı asır. Ola bilər ki, uşaq var ki, ora bir bölmə qoyuruq, müəllimə, sadəcə nümunə kimi yəqin ki, deyirlər ki, saxlanılmalı. Hamısının işləri asılır. Necə düzəldib, neyini fərq etməz ki, hamının işi bizim üçün dəyərlidir. Bir nöqtədə ola bilər oraya yapışdırıb, o da dəyərlidir. Uşağa vurmalı, sənin işin də bizim üçün dəyərlidir. Əziyyət çəkmirsən, nəsə eləməyə çalışmışsan, gələn dəfə çalışarıq, daha yaxşı eləyək. Yəni, bütün uşaqların işini qəti şəkildə testdə də düşər ki, asırıq, bu uşaqla o uşağın işini müqayisə edirik, yox. Uşaqlar öz aralarında söhbət apara bilərlər işlər haqqında. Amma biz müəllim olaraq filan kəs səndən yaxşı eləyib, o filan şeyini düz eləyib, yox. Uşaq özü öz yoldaşından deyə bilər özü arasında, amma biz deyə bilmərik onu. Onu nəzərinizdə saxlayın. Məktəbə hazırlıq qrupunda yapma fəaliyyəti. Yapma fəaliyyəti bu daha çox maraqlıdır həmən qrupda. Çünki orada uşaqlar artıq vizual Yəni səliqəli rəngləmək üçün uşaqlar başa düşməlidir ki, bu xətt üzərində düzgün rəngləmək. Bəli, tamamlaya bilərik. Puantizm texnikası nə idi? Puantizm müəllimə elə bir ki, bu yəni fransız sözündən götürülüb, nöqtələr adlanır da, yəni nöqtəvari rəsmə puantizm deyilir. O da elə bir ki, müəllimə qulaq çöpləri vasitəsilə, qulaq çöpləri o rənglərə batırıb, həm yəni rəsmi çəkə bilirlər. Məsəl üçün, pişik rəsmini çəkir, o qulaq çöpü vasitəsilə, rənglərə baxaraq, bəli. Biz sxematikasını yaxşı olar ki, çəkək, uşaq da o nöqtə-nöqtə. Bəli, uşaqlara verək o nöqtə-nöqtə ilə, bəli, o rəsmdən, puantizm rəsmindən, texnikasından istifadə etsinlər. Və burada da rənglər parlaq görsənir. Nöqtə-nöqtə olur, rənglər bir-birinə qarışmır. Daha qəşəng görünür, daha göz oxşayan olur, uşaqların gözünə oxşayan olur. Düzdür. Böyük qrupda aplikasiya fəaliyyəti. Böyük qrupda aplikasiya fəaliyyəti müəllimə, yəni uşaqlar böyük elə bir kiçik qruplardan gəldikcə, onlarda öyrəndikcə, böyük qrupda da uşaqlar üçün elə bir aplikasiya daha asan olur. Amma yəni biz uşaqlara yəni düzgün izah edirik ki, məsəl üçün uşaq qarmon kağızları bir-birinə qarmon şəklində büküb veririk. Yəni bunu sən kəsməlisən. Xətt üzərindən kəsməlisən. Yəni öncədən o kağızları biz müəllimə qarmon şəklində belə
yəni əzir, qatlayır. Ondan sonra uşaqlar həmən kağızı qayçı vasitəsilə düzgün şəkildə kəsirlər. Sonra Kəsirlər, yapışdırırlar. sonra burada məsəl üçün lazım olanda müəllim çətin məqamlar uşaqlara edə bilər. Bəli, Qarnınvari kəsim demək başlayır böyük qrupdan. Açılara belə yol şeylər alınır, səhlər alınır. Sonra yəni uşaqlar artıq daha mürəkkəb kəsimlər edə bilirlər. Qayçıdan daha rahat istifadə edə bilirlər. Sadədən mürəkkəbə gəlirlər də müəllimə. Bəli. Sonra Yaşlar artıqca. işlədiklərini məsəl üçün müqayisə edirlər, baxır ki, orada nə isə Bir-birlə müzakirə eləyirlər, bəli. Yəni olan uşaqların kəsdikləri vəsaitləri də bir müddət saxlanılır ki, müəllimə, tərbiyəçi saxlayır ki, yəni onlar öz əl işlərinə baxsınlar, yenə də bir-biri ilə müzakirə etsinlər, yəni baxsınlar ki, kimin amma pis mənada yox da, bir-birinin işini tənqid eləməməli. Yox. Yəni yaxşı mənada ki, bir-birindən ibrət götürsünlər ki, məsəl üçün mənim rəsmim daha yaxşıdır, sən yaxşı kəsmisən. Müəllimə də onlarla bir yerdə müzakirə edə bilər ki, məsəl üçün kiminsə kəsdiyi kağız daha gözəl alınıb, daha qəşəng alınıb. Onu eləməməliyik, elə müqayisə olmamalıdır. Sadəcə göstərə bilər ki, sən məsəl üçün aycığın ayağını biraz məsəl üçün balaca eləmişsən, gələn dəfə böyük. Sırf özünə deyirik. Yəni filan kəs böyük eləyib, sən balaca eləmişsən, yox. Bax məsələn, onsuz da düzdür uşaq özü gözə yarı görür, deyə bilərsən ki, o da eləyib, yəni sən də eləmisən, fərqi yoxdur. İkinizin də işi dəyərlidir, ikiniz də nəsə etməyə çalışmısınız. Amma məsələn, gələn dəfə diqqətli ol ki, ayıcıq biraz böyük heyvandır, ayaqlarını, əllərini biraz böyük etməliyik. Yəni, filan kəs uşaqla yox. Sadəcə, yəni, hər kəs, hər biriniz əziyyət çəkmişsiniz də, düzəltmişsiniz. Uşağı uşaqla müqayisə edilir. Şəkil vasitəsilə. Bəli. Sonra, birinci kiçik qrupda quraşdırma fəaliyyəti. Birinci kiçik qrupda balaca, yəni birinci kiçik qrupda quraşdırma müəllimə elə bil ki, balacadırlara. Burada necə materiallar verə bilərik uşaqlara? Yumuşaq materiallar. Böyük kublar, böyük daha çox kubiklər, böyük bloklar. Bəli. Çünki uşaq uda bilər onu, xırdanı vermirik udma təhlükəsinə görə. Və böyük kublar onun diqqətini cəlb eləyir. Bəli, rənglər əsas. Rəngli olmalıdır. Bəli, quraşdırma işində əsas verdiyimiz kubiklərin rəngləri göz oxşayan olmalıdır ki, uşaqlara daha maraqlı olsun. Yəni onları oyuncaqları quraşdırmaqdır, misal üçün yol düzəltməkdir, belə qalalar düzəltməkdir. Müəllimin köməyi ilə. Uşaqlara daha maraqlı gəlsin. Nə qədər vaxt ayırmaq lazımdır təxmini bu fəaliyyətə? 10-12 dəqiqə. Yox, o yatmadaydı. Şeydə 3-6 dəqiqə kifayət eləyir. 3-6 dəqiqə düzdür. Ümumiyyətlə görürsünüz, kiçik qrupda vaxtlar azdır hamısında. Azdır. Bəli. Yorulmasın deyə. Sonra dağıdıb gedirlər də öz işlərlə məşğul olurlar, heç fikir verirlər. Mən bu birinci qrupu, birinci kiçik qrupu elə bil hər şeyi, yəni ki, o elə eləyirlər ki, yəni ən balaca qrupdur, amma ki, maşallah gələ hər şeyi bilsin uşaqlar. Yox, yəni onlar istəsələr əslində eləyirlər. Sadəcə biz nəzarət edirik, baxırıq, bizlə bir yerdə üst-üstə yığırlar, sonra dağıdırlar, uşaqların xoşuna gəlir, düzəldirlər. Bu onlar üçün maraqlı olur da. İndi sizə bir dənə sual verim. Hansı yaş qrupundan etibarən uşaqlar artıq yapdıqları məsələn insan fiqurunu daha hərəkətli verirlər. Hətta onları öz paltarlarında belə təsəvvür edə bilirlər. Məsələn, qazan yerdə, nəsə tutan yerdə, artıq oğlan, qız bunları ayrı-ayrı düzəldə bilirlər. Məktəbə hazır. Bəli. Bunu yadınızda saxlayın ki, həm geyimləri, şalvarı, köynəyi səliqəli edir, qız, oğlan saçlı düzəldir, saçsız düzəldir. Diqqətlə qulaq asmışam, müəllimə səs bizə. Ona görə yəni hər şey yadımdadır ki, bəli, böyük məktəbə hazırlıq qrupunda, yəni olan yaşları çatır, yəni diqqətlə fikir verirlər ki, saçı, paltarı, rəsmdə, yapmada necədir? Düzgün etməyə bacarırlar, düzdür. Bəli. Təşəkkürlər Günay müəllimə, çox sağ olun. Sağ olun. Təşəkkür edirəm sizə də. Buyurun. Təranə müəllimə, Təranə İbrahimli. Axşamınız xeyir müəllimə.
Axşamınız xeyir. Tərənə müəllim, biz təsviri fəaliyyəti, yəni işlərini hansı inkişaf sahəsində reallaşdırırıq? Estetik və yaradıcılıq. Standartını deyin. 3-2, 3-1, 3-2. 3-2-də əmək, əl əməyi işləri hardasa gedir. Hə, Amma o standartdan deyirəm də müəllimə, amma təsviri fəaliyyət 3-1-dədir. 3-1-dədir. Sadəcə 2 standartı var, 3-1, 3-2. Təsviri fəaliyyətin hansı növlərini keçiririk uşaqlara? 4 növün keçirik. Aplikasiya, təsviri fəaliyyət, yapma, quraşdırma. Bu fəaliyyətlərin hansının içində uşaqlar əşyaların rəngini, ölçüsünü, formasını daha çox böyükdür, kiçikdir, bu anlayışları daha çox öyrənir. Bir də daha çox idrak inkişaf edir uşaqlarda. Can tapa bilirsiniz. Hamısında var da o. Birində bir tık o birisindən Quraşdırmada inkişaf eləyir idrak. Bəli. Uşaq Orada rənglərə çox üstünlük verirlər. bilirsiniz, Formasını seçirlər. çünki uşaq o ölçünü tuta bilməsə əqli olaraq, görür ki, bunu balacanın üstünə böyüyü qoyur, nəsə düz gəlmir. Bu aşır. Artıq əqlini işlədir ki, hə, demək mən böyüyün üstə balacanı qoymalıyam. Montessori qurtlar var, görmüsünüz, böyüyü balaca, 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 balaca gəlir. Balaca bu boyda olur. O onu anlamasa, o ölçü anlar, şimdi böyük, onu yığa bilməz. Ona görə də əqlinin ən çox inkişaf etdirdiyi məhz bəli. Uşaq özü daha çox aktiv olmağa başlayır. Müəllimin yəni müdaxiləsi daha çox azalır. Yəni yaşların mən incə nöqtələrini sizə qeyd edirəm ki, yəni testlərdə düşəndə harda nələrə diqqət etməlisiniz, yadınızda qalsın. Çox sağ olun Opeya müəllimə, təşəkkür edirəm sizə də. Aydın olmayan bir hissə yoxdur ki, sizə nəsə? Yox, çox sağ olun, aydındır hər şey. Siz də sağ olun, buyurun. Cunay müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Cunay müəllimə, tapşırıq 3-ü oxuyun. Tapşırıq 3. Testi. Tapşırıq 3. Test deyil, tapşırıqlar hazırlamışam sizə. Tərbiyəçi müəllim uşaqlara geyimləriniz mövzusunda məşğələ keçir. Həmin məşğələnin tətbiq etmə mərhələsində təsviri fəaliyyətə uyğun olan hansı tapşırığı uşaqlara verə bilərsiniz? İndi geyimlərimiz mövzusunu keçiriksə, bu hansı inkişaf sahəsinə aid ola bilər? Sosial emosional. Geyimlərin sosiallıqla nə əlaqəsini gördünüz ki? Geyimlər fiziki yox. Hansısa bir həyatı hadisə haqqında, bir əşya haqqında uşaq məlumat öyrənir. Sosial emosional deyil müəllimə. İdrak deyə müəllim. Siz nə yazırsınız müəllimə? İdrakidir. Müəllimə geyim idrakdır. Bəli, geyim idrakdır. Çünki bizim uşaq geyim haqqında hansısa bir belə deyək də əşya haqqında məlumat öyrənir. Geyim, fəslə uyğun geyimlər. Onu bilmirdim. Bağışlayın. Biz geyimlərimizi nəyin içində keçirik? İdrakin içində keçirik də. Uşağı əhatə edən, həyata əhəmiyyət daşıyan əşyalardan biridir geyim. Geyimlər mövzusu 2.1-ə aiddir müəllimə. Düz, məsələn, fəsillərə uyğun geyimlər, tutan başımıza geyinəcəyimiz geyimlər hansıdır? Bədənimizə geyim, uşaq bədən üzvlərinə uyğun geyimlərini təyin eləyir. Bunlar 2.1-də uşaqlara öyrədilir. İndi bunu təsviri fəaliyyətə deməli müəllim nə edir keçəndə mövzunu? Keçəndə inteqrasiya eləyir. Deməli bu olur 3.1-lə inteqrasiya. 3.1-lə, bəli. Hə. Bu necə inteqrasiya sayıldı? 2.1-lə 3.1-in inteqrasiyası. Üfüq. Yəni üfüqi inteqrasiya. Yəni digər adı nədir? Üfüq inteqrasiyanın digər adı nədir? Şaquli inteqrasiya. Yox. İnkişaf sahələri arasıdır, daxil inteqrasiyadır. Arasıdır. Bəli, çünki iki başqa inkişaf sahəsidir. İki başqa inkişaf sahəsidir, üç başqa inkişaf sahəsidir. Bəli. Hə. İndi geyimlərimiz mövzusunda təsviri fəaliyyətə bir tapşırıq deyin uşaqlara. Nə kimi tapşırıq verərdiniz? Geyimlərimiz mövzusunda İdrakda keçmisiniz. İdraki məşğələnizdə, yəni ətraf aləmlə tanışlıqda keçir. İndi fikirləşirsiniz ki, tətbiq etmədə buna təsviri fəaliyyətlə bir uyğunlaşdırım da bu mövzunu. Geyimləri necə təsviri fəaliyyətə qatardınız?
Təsviri fəaliyyətə müəllimə rəsm güşəsi ilə milli güşəyə qatmaq olar. Yox, təsviri fəaliyyətə aid bir nümunə verməlisiniz uşağa. İşləməlidir uşaq onun üstündə. Amma geyimli Müəllimə üzərində. elə bir ki, yəni ki, geyim şəkli çəkib, o geyimi rəngləyə bilərlər. Ola bilər. Sonra Məktəbə hazırlıq qrupuna verə bilərik ki, ona elə bir ki, milli geyim ya milli belə kukla şəkli çəkib, ona geyim paltar yəni ki, kuklanın paltarını çəkmək istəyirsə, sonra onu rəngləyə bilərik. Sonra ancaq geyimlərlə bağlı olsun. Bəli, ancaq çünki mövzunuz geyimlər mövzusudur. Ancaq onunla bağlı olmalıdır, bəli. Geyimlərlə, yəni ki, rəsm, yoxsa ki, yenə də müqayisə etmək olar. Təsviri fəaliyyətini istədiyiniz növündən istifadə edə bilərsiniz. İstədiyi, yenə də stamping növü. Yapma eləyə bilərsiniz. Bir ki, yarpaqları. Yox, yapma eləyə bilərsiniz. Söhbət geyimdən gedir, müəllimə, yarpağı bura qatmayın. Geyimlərdirsə, məsələn, yarpaqlardan kuklalara, belə yarpaqları, balaca yarpaqları elə bir rəngləyib, kuklaya geyim düzəldə bilərik. O aplikasiya gedir. Müəllimə rəsmdə çəkirlər. O aplikasiya gedir, rəsm sayılmır. Aplikasiya edə bilərsiniz. Ola bilər, olar, bəli. Sonra yapma eləyə bilərik, paltarlar, şalvar. Yapmadan elə, plastilindən düzəldə bilərik. Bəli, bəli. Yapma düzəldə bilərik. Yenə də həmçinin rəsmlə, paltarı rəsmini çəkib, çertyojunu çəkib, onu elə bir rəngləyə bilərik. Sulu boya ilə istifadə eləyə bilərik. Flomasterdən yenə istifadə edə bilərik. Bu artıq, yəni biz idraçdan təsviri fəaliyyətə tətbiq etmə mərhələsində uşaqlar çox gözəldir ki, təsviri fəaliyyət olanda həm yorğunluq aradan qalır, həm də uşaq daha yaxşı tətbiq edir, zövq alaraq elə bir bəli, bizə qaytarır. Orta qrupda rəsm fəaliyyəti. Orta qrupda rəsm fəaliyyəti müəllimə, biz elə bir ki, orta qrupda, yəni uşaqlar kiçik qrupda öyrəndiklərini, yəni ki, orta bir qrupda öyrəndiklərini, orta iki qrupda öyrəndiklərini, yəni ki, kiçik qrupdan gəldikcə orta qrupda uşaqların elə bir estetik zövqü artır, bədii yaradıcılıq qabiliyyətləri, yəni əşyaların təsvirini çəkməyi, rəngin formasını, ölçülərini, yəni ki, ölçülərini formalaşdırmağı bacarırlar. Yəni ki, formalaşdırırlar. Sonra, burada iki əsas nöqtə var. Orta yaş qrupunda rəsmdə yadınızda saxlamalı olan. Nə idi onlar? Orta qrupda müəllimə elə bir ki, yəni necə dediniz müəllimə? Yəni orta qrup uşağı rəsmdə hansı işlər bacarmalıdır? Hansı çertyoj üstündən müəllimə elə bir qara xətt üstündə düzdür, qara xəttin ortadan bölünərək qara xəttin üzəri ilə onları rəngləməyi, qırıq-qırıq xətt üzərindən, bəli, onları rəngləməyi, aşağıdan yuxarı, sağdan sola, eyni istiqamətdə rəngləməyi ki, məsələn, rəngləməyi bacarmalıdırlar, bəli, bacarırlar. Uşaq bəzən rəhləyir, belə, biraz o tərəfə, biraz bu tərəfə, hara gəlir, başa salmaq lazımdır, bəli, bunu belə rəhləyirsən, o qırıq xətlər üzərindən rəsmi çəkirsən ki, yəni ki, çəkdiyin şəkildə düz qəşəng görünsün, yaxşı alınsın. Bəli, yox, qırıqı yox, siz necə, məsələ bir rəsm verin, tutam ki, dairə, biri var ki, eyni istiqamətdə axıra kimi məsələ belə rəhləyir uşaq. Belə rəhləmisənsə, yəni axıra kimi belə rəhlə. Uşaq da var ki, gah belə rəhləyir, gah bu tərəfə rəhləyir, gah yuxarıdan aşağı. Yəni onda səliqəsiz olur da rəsm. Başa salır ki, belə düz yuxarıdan aşağı rəhləmisənsə, axıra kimi elə rəhlə. Sağdan sola rəhləmisənsə, elə rəhlə. Yəni bir aşağı, bir yuxarı, bir sağa, bir sola rəhləyir. Bir də məsələ yarımçığı tutam ki, belə çəkirik. Burada məsələ bunun belə yarısını məsələ uşaq tamamlayır. Bu da simmetrik çəkimi uşaqlara öyrədir. Birinci qırıq-qırıq xətlərlə biri tamamlayır, sonra artıq o sərbəst etməyi bacarır. Yəni səliqəli rəngləmək üçün yəni uşaqlar başa düşməlidir ki, bu xətt üzərində düzgün rəngləmək lazımdır. Bəli, tamamlaya bilərik. Puantilizm texnikası nə idi?
Puantizm